nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan digər nasazlıqları öyrənək. İlk növbədə təkər və şin anlayışlarını dəqiq bilmək lazımdır. Şin, avtomobilin və ya digər nəqliyyat vasitəsinin yerə toxunan, rezindən hazırlanmış xarici örtüyüdür. Şin diskə taxıldıqdan sonra bütöv halda təkər adlanır. Yəni təkər, disk və şinin birlikdə adıdır. Şinlərin protektorunun xarici səthinin yolla təmasda olan hissəsindəki müəyyən hündürlüklü naxışlar hərəkətin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. İstismar prosesində naxışlar nə qədər az yeyilərsə, nəqliyyat vasitəsinin dayanıqlığı və tormozunun səmərəliliyi də bir o qədər yüksək olar. Protektorun naxışlarının normadan çox yeyilməsi hərəkət vaxtı bir sıra çətinliklərə səbəb olur. Belə ki, avtomobilin dayanıqlığı azalır, tormoz yolu artır, sürüşmə və idarəetməni itirmə riski yaranır. Soldakı şəkildə nəqliyyat vasitəsinin şininin naxışlarının qalmış hündürlüyü, sağdakı şəkillərdə isə nəqliyyat vasitələrinin istismarına icazə verilən şinlərin naxışlarının qalmış hündürlüyünün minimal həddi göstərilib. Naxışların qalmış hündürlüyü göstəriləndən az olduqda nəqliyyat vasitələrinin istismarı qadağan edilir və nasazlıq aradan qaldırılmalıdır. Yəni minik avtomobilinin şinlərindəki naxışların qalmış hündürlüyü 1,6 mm-dən az olduqda onların istismarı qadağan edilir və şinlər dəyişdirilməlidir. Qoşquların şinlərinin protektorundakı naxışların qalmış hündürlüyünün normaları yedəkçi nəqliyyat vasitələrinin şinlər üçün olan normalardakı kimi müəyyən edilir. Yəni minik avtomobilinin qoşqusunun şininin protektorundakı naxışların qalmış hündürlüyü də 1,6 mm-dən az olmamalıdır. Naxışların qalmış hündürlüyü göstərildiyindən az olduqda qoşqunun istismarı qadağan edilir və qoşqunun şinləri dəyişdirilməlidir. Bütün sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin şinlərinin protektorunun naxışının yeyilmə dərəcəsini təyin etməyi bacarmalıdır. Protektorun naxışının yeyilmə dərəcəsi bir çox üsullarla, o cümlədən protektorun qanovlarında yerləşən çıxıntı ilə bilinən və ya rəqəmlə bildirilən yeyilmə indikatoru ilə müəyyən edilir. Soldakı şəkildəki şinin yan divarındakı üçbucaq və ya ingilis dilində TWI baş hərfləri şinin yeyilmə indikatorunun yerini göstərir. Şinin yeyilmə göstəricisi ellipsin içərisindəki protektorun qanovlarında yerləşən çıxıntı ilə müəyyən edilir. Protektorun naxışının bu çıxıntıya qədər yeyilməsi minik avtomobilinin naxışının qalmış hündürlüyünün 1,6 mm-ə çatdığını göstərir. Bu çıxıntının yeyilməyə başlaması naxışların normadan çox yeyildiyini və şini dəyişdirmək lazım olduğunu bildirir. Protektorun naxışının yeyilmə dərəcəsini sağdakı şəkildəki kimi rəqəmlə bildirilən yeyilmə indikatoru ilə də müəyyən edirlər. Təkərlərin protektoruna 8-dən 2-yə qədər rəqəmlər vurulur. 8 rəqəmi ən dayaz, 2 rəqəmi isə ən dərin protektor dərinliyini bildirir. Naxışlar yeyildikcə nömrələr 8-dən 2-yə qədər yox olur və protektorun vəziyyətini qiymətləndirməyə imkan verir. Son rəqəm gözdən itdikdə təkər kritik yeyilmə səviyyəsinə çatır və şini dəyişdirmək lazım olduğunu bildirir. Şinin protektorunun naxışının yeyilmə dərəcəsini metal xəttkeş, dərinliyi ölçən xəttkeş, ştangensirkul və ya elektron ölçmə cihazı ilə də müəyyən edirlər. Soldakı şəkildə
Bu ölçmə cihazlarının bəziləri göstərilib. Sağdakı şəkildə isə dərinlik ölçən xəttkeşlə şinin protektorunun naxışının dərinliyinin ölçülməsi göstərilib. İlk növbədə şinin hansı hissəsinin karkas, hansının isə kord olduğunu bilmək lazımdır. Karkas şinin əsas daşıyıcı skelet hissəsidir. Şinin iç qatında yerləşən yüksək möhkəmliyə malik ipliklərdən ibarət karkas şinin yüklərə dözməsini təmin edir. Kord isə rezin təbəqi ilə qorunan karkasın bir qatıdır. Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması şinlərin sonrakı istifadəsini təhlükəli edir. Karkasın təbəqələrə ayrılması kord qatlarının və rezin təbəqəsinin bir-birindən ayrılması prosesidir. Şinlərdə kordun çılpaqlaşması protektorun çox yeyildiyini və zədələndiyini göstərir ki, bu da şinin partlaması ilə nəticələnə bilər. Şinlərin bu cür zədələnməsi avtomobilin normadan artıq yüklənməsi və mexaniki təsirlər nəticəsində baş verir. Çılpaqlaşmış kord möhkəmliyini itirir və bu hal xüsusilə yüksək sürət zamanı və ya ağır yüklər altında şinlərin cırılaraq və ya partlayaraq sıradan çıxmasına səbəb ola bilər. Soldakı və ortadakı şəkildə kordun çılpaqlaşması, sağdakı şəkildə isə karkasın təbəqələrə ayrılması göstərilib ki, bunlar da nasazlıq hesab edilir və bu halda nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Şinlərin protektorunun və yan rejiminin qopması, yarıq, kəsik, qırıq kimi yerli zədələrdə şin möhkəmliyini itirə və qəfil sıradan çıxa bilər. Soldakı və ortadakı şəkildə protektorun və şinin yan tərəfinin kəsiyi, sağdakı şəkildə isə yan divarda hava qovuqcuqlarının görünməsi göstərilib. Bu hallar təhlükəli defektin əlamətidir və şinin dərhal dəyişdirilməsini tələb edir. Çatışmayan bərkitmə boltları həmçinin təkərlərin disklərində və çəmbərlərindəki çatlar avtomobilin istismarını qadağan edən nasazlıqlardır. Təkəri diskə bərkitmə boltları bağlayır. Bərkitmə boltlarından hətta biri olmazsa, təkər hərəkət zamanı boşalaraq qopa bilər. Bu isə avtomobilin idarə etməni itirməsi və ağır qəzalarla nəticələnə bilər. Təkərlərin disklərində və çəmbərlərindəki çatlar isə təkərin mərkəzdən yayılmasına səbəb olur. Bu isə sükanın titrəməsinə, askı sisteminin zədələnməsinə və şinlərin qeyri-bərabər yeyilməsinə gətirib çıxarır. Diskdə və çəmbərdə olan çatlar hərəkət zamanı daha da genişləndiyindən diskin qırılması, təkərin hava buraxması və qəfil partlaması baş verə bilər. Soldakı şəkildə bərkitmə boltları, ortadakı şəkildə minik avtomobilinin 5 ədəd bərkitmə boltundan birinin olmaması və təkərin diskinin aşağı hissəsində çat olması göstərilib. Sağdakı şəkildə isə bərkitmə boltundan biri olmayan diskinin aşağı hissəsində çat olan istismarı qadağan olunan avtomobili görürsünüz. Avtomobil şinlərini alarkən şinlərin eninin, halqasının diametrinin və yüklənmə indeksinin avtomobilin modelinə uyğun gəlməsini yoxlamaq lazımdır. Sürücü almaq istədiyi şinin ölçüsünün və yük götürmə qabiliyyətinin nəqliyyat vasitəsinin modelinə uyğun gəlməsini özü tərəfdəki qapının içəri tərəfində olan yarlıqdakı rəqəmlərə və hərflərə əsasən müəyyən edir. Məsələn, şəkildəki kimi yarlıqda olan hər bir rəqəm və hərf şinin bir parametrini göstərir.
Təkərin üzərindəki və yarlığın aşağı sətrindəki 195 rəqəmi təkərin millimetrlə enini, 55 rəqəmi şinin profilinin eninə nisbətən faizlə hündürlüyünü, 195-in 55%-ni, yəni 107,25 mm olduğunu, 16 rəqəmi isə düymlə şinin quraşdırıldığı diskin daxili diametrini göstərir. R hərfi isə bu şinin radial şin olduğunu bildirir. Bu cədvəldəki ikinci və üçüncü sətirlərdə göstərilən rəqəmlər qabaq və arxa şinlər üçün tövsiyə olunan təzyiqi bildirir. Şinlərin təzyiqi Azərbaycanda atmosfer və ya bar, digər ölkələrdə isə cədvəldə göstərilən PSI vahidi ilə ölçülür. Cədvələ əsasən qabaq və arxa şinlər üçün tövsiyə olunan təzyiq 2,2 atmosferdir. Şinlərin ölçüsünün və ya yük götürmə qabiliyyətinin nəqliyyat vasitəsinin modelinə uyğun gəlməməsi nasazlıq hesab edilir və bu nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Sağdakı cədvəldə şinin yüklənmə indeksi göstərilmişdir. Yüklənmə indeksi bir təkərin daşıya biləcəyi maksimum yükü bildirir. Bu indeks həmişə təkərin yan divarında sürət göstəricisinin yanında, məsələn 87 V kimi göstərilir. Şinlərin yüklənmə indeksini bildirən 87 rəqəmi bu cədvələ əsasən 545 kiloqrama bərabərdir. Şinin üzərindəki V hərfi isə sürət indeksini göstərir və bu indeksə görə həmin şin üçün icazə verilən maksimal sürət 240 km/saatdır. Şinin ölçüləri və yük götürmə qabiliyyəti nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə aşağıdakı fəsadlara səbəb olur. İdarə etmə çətinləşir, tormoz yolu artır, şinlər qeyri-bərabər yeyilir, qəza riski yaranır. Avtobusun, minik avtomobilinin və ya onun qoşqusunun, həmçinin yük avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin quraşdırılması nasazlıq hesab edilir və bu nəqliyyat vasitələrinin istismarı qadağan edilir. Bu qaydaya əməl etmək üçün sürücü radial və diaqonal şinlərin fərqini bilməlidir. Şəkildə radial şin və bu şinin kəsiyi göstərilib. Radial şinlərin üzərindəki rəqəmlər şinin ölçülərini, R hərfi isə şinin radial şin olduğunu bildirir. Bu şinin kəsiyindən görürsünüz ki, şinin kortlarının qatları təkərin mərkəzindən radius boyunca şinin çevrəsinə doğru şaquli, yəni radial istiqamətdə yerləşir. Bu şəkildə isə diaqonal şin və bu şinin kəsiyi göstərilib. Diaqonal şinin kəsiyindən görürsünüz ki, bu şinin kortlarının qatları çarpaz bucaq altında yerləşir. Diaqonal şinlərin üzərindəki rəqəmlər şinin ölçülərini, D hərfi isə bu şinin diaqonal şin olduğunu bildirir. Şinin diaqonal olması D hərfindən başqa, onun quraşdırıldığı diskin daxili diametrini göstərən rəqəmdən əvvəl tire işarəsinin olmağı ilə də bildirilə bilər. Radial və diaqonal şinlərin fərqli konstruksiyaya malik olması səbəbli onların hərəkət hissəsi ilə təması, deformasiyası fərqlidir. Bu şinlərin fərqli elastikliyi səbəbindən avtomobilin eyni oxunun üzərində onları quraşdırdıqda təkərlər fərqli hərəkət edir. Eyni oxun üzərində radial və diaqonal şinlərin quraşdırılması idarəetmənin pisləşməsinə, yaş yollarda, kəskin döngələrdə avtomobilin sürüşməsinə səbəb olur. Avtobusun, mini avtomobilinin və ya onun qoşqusunun, həmçinin yük avtomobilinin və onun qoşqusunun bir oxuna protektoru müxtəlif naxışlı şinlərin quraşdırılması nasazlıq hesab edilir və bu nəqliyyat vasitələrinin istismarı qadağan edilir. Soldakı şəkildəki təzə şinlərin profilinin eni, hündürlüyü və quraşdırıldığı diskin daxili diametri eyni olsa da, protektorunun naxışları müxtəlif olduğundan bu şinləri avtomobilin hər hansı bir oxuna quraşdırmaq olmaz. İstismar prosesində şinlərin
protektoru bəzən müxtəlif səviyyədə yeyilir. Məsələn, sağdakı şəkildə olan şinlərin birində naxışların çox yeyilməsi, digərində isə naxışların az yeyilməsi göstərilib. Eyni oxun üzərində protektoru müxtəlif naxışlı təzə şinlərin, həmçinin naxışları müxtəlif səviyyədə yeyilən şinlərin quraşdırılması idarəetmənin pisləşməsinə, yaş yollarda, kəskin döngələrdə avtomobilin sürüşməsinə səbəb olur. Bu şəkildə mini avtomobilinin sürücüsünün qaydanı pozaraq avtomobilin arxa oxuna protektorun müxtəlif naxışlı şinlərin quraşdırılması göstərilib. Öyrəndiyiniz yol hərəkəti qaydalarına yollarda əməl edin. Videonu paylaşın ki, daha çox sürücü yol hərəkəti qaydalarını mükəmməl bilsin. Yollarda təhlükəsizlik tək sizdən yox, bütün sürücülərdən asılıdır. Videoya baxdıqdan sonra rəylərinizi də yazmağı unutmayın. Şərhləriniz və rəyləriniz müəllif üçün dəyərlidir.